Salam, hörmətli tələbələr. Bugünkü mövzumuz sensor-perseptiv proseslərdir. Sensor proseslərə duyğular, perseptiv proseslər isə qavrayışa aid edilir. Gördüyünüz kimi planımızda da 6 yarımbaşlıq var. 3 yarımbaşlıq duyğular, digər 3 yarımbaşlıq qavrayışa aiddir. Duyğular haqqında ümumi məlumat, duyğuların növləri və onların xarakteristikası, duyğuların ümumi qanunauyğunluqları, qavrayış haqqında ümumi məlumat, qavrayışın xüsusiyyətləri və qavrayışın növləri. İlk əvvəl duyğulardan danışaq. Bildiyimiz kimi, duyğular indiki anda hiss üzvlərimizə təsir edən cisim və hadisələrin, əlamət və xassələrin ayrı-ayrılıqda beyində inikası olan ən sadə psixi proseslərdən biridir. Duyğular müvafiq qıcıqlandırıcıların inikas formasıdır. Psixologiyada ümumiyyətlə duyğu dedikdə ən bəsit idrak prosesi forması nəzərdə tutulur. İnsan onun köməyi ilə varlığı əks etdirir. Yəni, başqa sözlə desək, varlığın dərk olunması məhz duyğulardan başlayır. Olduqca mühüm qıcıqlandırıcıların təsiri ilə hiss üzvlərində əmələ gələn oyanma xüsusi neyronlar vasitəsilə baş beyin qabığına verilir. Müəlliflərdən Pavlov reseptordan başlamış baş beyin qabığının mürəkkəb hüceyrələr qatına qədər olan və ona təsir edən qıcıqlandırıcıları neyronlar silsiləsini analizator adlandırmışdır. Hansı ki, o analizatorun üç hissəsini qeyd edirdi. Xarici qıcığı qəbul edən şərt bu reseptor sahədir. Aferent və eferent sinirlər, bir də analizatorun beyin nahiyəsi. Duyğuların təbii ki, insan həyatında rolu əvəz olunmazdır. Hər şeydən əvvəl onu qeyd edə bilərik ki, duyğular idrakin əsasını təşkil edir. Yəni, həm istər duyğu, istərsə də qavrayış bizim psixoidrak proseslərimizə aid edilir. Duyğular vasitəsilə ətraf aləm haqqında məlumat əldə edə bilirik. Duyğulardan kənarda bilirik ki, heç bir idrak prosesi yoxdur. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, həm də eyni zamanda hiss və emosiyalarımızın əsasını təşkil etmiş olur. Gördüyünüz kimi, duyğular iki cür təsnif olunur. Anatomik meyara görə və bir də genetik meyara görə təsnif olunur. Anatomik meyar bu Sherringtonun təsnifatı, genetik meyar isə İngilis nevroloqu Xedin təsnifatıdır. Əvvəlcə gəlin anatomik meyara görə duyğuların növlərinə baxaq. Anatomik təsnifata görə gördüyünüz kimi duyğuları biz 3 qrupa aid edirik. Ekstrareseptiv duyğular, introreseptiv duyğular və bir də proprioreseptiv duyğular. Ekstrareseptiv duyğular, təbii ki, bu duyğuların reseptorları bədənin üst səthində yerləşir. Yəni, adından da göründüyü kimi, bədənin xarici üst səthində yerləşmiş olur. Ekstrareseptiv duyğulara görmə, eşitmə, iy bilmə, dad bilmə, dəri duyğuları və s. bu kimi duyğuları biz aid edə bilərik. Hansı ki, biz onları da iki qrupa ayıra bilərik, kontakt və distant duyğulara. Hansı ki, kontakt duyğular bura toxunmadır, dad bilmədir, eşitmədir, iy bilmədir, bunlara aid edə bilərik. Distant duyğulara isə eşitmə, görmə, iy bilmə, bunlar distant duyğulara aid edilir. Digər qrup duyğular interreseptiv duyğulardır. Hansı ki, interreseptiv duyğuların reseptorları adından da göründüyü kimi bədənin daxili orqanları, yəni mədə, bağırsağın divarı, ürək və qan damar sistemi və s. yerləşmiş olur. Proprioreseptiv duyğular isə bunlar təbii ki, bu duyğuların reseptorları oynaq və əzələlərdə yerləşir və bədənimizin hərəkəti və vəziyyəti haqqında bizə məlumat vermiş olur. Proprioreseptiv duyğulara hərəkət və müvazinət duyğularını biz aid edə bilərik. Duyğuların genetik meyara görə təsnifatı əvvəldə də qeyd etdiyimiz kimi genetik meyar bu İngilis nevroloqu Xedin təsnifatıdır və genetik meyara görə duyğular iki qrupa ayrılır. Primitiv protopatik, mürəkkəb epiqritik duyğulara. Protopatik, yəni primitiv protopatik duyğuları nədir? Yunancadan protos ilkin, patos yaşantı deməkdir. Buradan da gördüyümüz kimi. Protopatik duyğular dedikdə duyğuların demək olar ki, ən qədim forması nəzərdə tutulur. Epiqritik duyğulara gəldikdə isə bu duyğuların daha ali növləridir. Hansı ki, məsələn, misal olaraq epiqritik duyğulara görmə duyğusunu göstərə bilərik. Bundan əlavə olaraq duyğuların intermodal və qeyri-spesifik növlərini də biz qeyd edə bilərik ki, hansı ki, intermodal duyğular müəyyən duyğular arasında mövcud olur və bura biz ehtizaz duyğularını, kəskin iy, kəskin dad, ağrı və s. duyğuları göstərə bilərik. Hansı ki, ehtizaz duyğuları kör və kar insanlarda daha çox inkişaf etmiş olur və ehtizaz duyğuları bir saniyədə 20-30 rəqsdən
e, rəqs belə deyək də aralığında dalğaları əhatə edə bilir. Duyğuların qeyri-spesifik növünə gəldikdə isə bura fotohəssaslıq aid edə bilinir. Yəni bu nə deməkdir? Əlin dərisi və barmaqların ucu ilə rəqlərin fərqləndirilməsini göstərə bilər ki, bu xüsusilə bu növ duyğular kor insanlarda daha çox inkişaf etmişkən, hansı ki biz bilirik ki, o kor insanlar əllərinin ucu ilə yəni barmaqların ucu ilə rəqlərin fərqləndirilməsini məhz həmin bu duyğular vasitəsilə edə bilirlər. Duyğuların qanun uyğunluqlarına gəldikdə isə duyğuların qanun uyğunluqlarından biri həssaslıq və onun ölçülməsi məsələsidir ki, hansı ki həssaslıq əsasən analizatorun duya bilmək qabiliyyəti ki, onun da iki növünü biz ayıra bilərik. Mütləq həssaslıq, bir də fərqləndirmə həssaslığı. Bu duyğuların mütləq və fərqləndirmə hədləri də qeyd edə bilər ki, hər cür qıcıqlandırıcı bilirik ki, duyğu əmələ gətirə bilmir. Yəni duyğunu oyatmaq üçün, əmələ gətirməsi üçün mütləq şəkildə qıcıqlandırıcı minimal intensivliyə malik olmalıdır ki, həmin bu qıcıqlandırıcının da minimal intensivliyi aşağı mütləq hədd adlanır. Ən zəif qıcıqlandırıcını duya bilmək qabiliyyəti isə mütləq həssaslıq adlanır. Hansı ki, mütləq həssaslıqla duyğunun aşağı mütləq həddi bir-birləri tərs mütənasiblik təşkil edir və biz bunu formul olaraq y bərabərdir 1 bölünsün p düsturu ilə ifadə edə bilərik ki, hansı ki, y mütləq həssaslıq, p isə mütləq hədd kəmiyyəti kimi ifadə olunur. Eynicəsi qıcıqlandırıcıların qüvvələri arasındakı güclə duyula bilən ən az fərqi isə duyğunun fərqləndirmə həddi deyilir. Eynicəsi qıcıqlandırıcı arasında ən az fərqi duya bilmə qabiliyyəti fərqləndirmə həssaslığı adlanır. Deməli, buradan da göründüyü kimi duyğuların qanun uyğunluqlarında biz həssaslıq və onun ölçülməsini məsələsini bura daxil edə bilərik. Həssaslığın da qeyd etdiyim kimi iki növ oldu, mütləq və fərqləndirmə həssaslığını biz deməli qeyd edə bilərik. Daha sonra duyğuların psixofizioloji qanun uyğunluqları da vardır. Hansı ki, duyğuların psixofizioloji qanun uyğunluqlarına adaptasiya, sensibilizasiya və bir də sinesteziyanı göstərə bilərik. Əvvəlcə baxaq, adaptasiya nədir? Müəyyən qıcıqlandırıcının hər hansı bir hissəyə uzun müddət fasiləsiz olaraq təsir nəticəsində həssaslığın dəyişməsinə deyilir. Adaptasiya. Sensibilizasiya nədir? Analizatorların qarşılıqlı təsiri və mümarisələr. Mümarizə yəni məsafələr, məsamələr nəticəsində həssaslığın artmasıdır. Latin dilindən burada da qeyd olunduğu kimi sensibilis hissiyatlı deməkdir. Məsələn, bura misal olaraq limon kimi turş bir hissiyatı qeyd edə bilərik. Digəri isə sinesteziyadır. Sinesteziya nədir? Qıcıqlandırıcının bir analizatora təsir nəticəsində başqa analizator üçün səciyyəvi olan duyğunun əmələ gəlməsidir. Hansı ki, sinesteziya duyğuların müxtəlif növlərində müşahidə oluna bilər. Ən çox da görmə və eşitmə sinesteziyasına daha çox belə deyək də rast gəlmək olar. Duyğular haqqında bu qədər. Keçirik növbəti psixoidrak prosesi. Bu qavrayışdır. Qavrayış nədir? Qavrayış hiss üzvlərinə bilavasitə təsir edən cisim və hadisələrin bütövlükdə əlamət və xassələrin beyində indikasıdır. Əvvəldə biz duyğuların da tərifini qeyd etdik. Duyğu ilə qavrayışın fərqi ondadır ki, duyğular zamanı cisim və hadisələrin əlamət və xassələri ayrı-ayrılıqda beyində əks olunduğu halda, qavrayışda cisim və hadisələrin əlamət və xassələri ayrı-ayrılıqda deyil də bütövlükdə beyində indikas, yəni əks olunmuş olur. Qavrayışın da bir sıra xüsusiyyətləri var. Qavrayışın xüsusiyyətlərinə biz aid edə bilərik qavrayışın tamlığı, əşyaviliyi, sabitliyi, seçiciliyi, mənalığı və bir də apersepsiyanı aid edə bilərik. Əvvəlcə gəlin qavrayışın əşyaviliyinə baxaq. Qavrayışın əşyaviliyi dedikdə obyektivləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətləri duyduğumuz cisim və yaxud hadisəni aləmdə mövcud olan digər cisim və hadisələr qrupuna aid edirik və xaricdən əldə olunmuş məlumatları həmin aləmin özünə aid edir və onu əks etdirmiş olur ki, hansı ki, qavrayışın əşyaviliyi anadan gəlmə bir keyfiyyət deyildir. Qavrayışın sabitliyi nədir? Qavrayışın sabitliyi deyildə bu obrazın qavranmasının fiziki şəraitdən qeyri-asılılığı kimi ifadə olunmuş olur ki, bu isə öz növbəsində qavranılan obrazın sabitliyini bir növ göstərmiş olur. Digər qavrayışın xüsusiyyətlərindən biri qavrayışın strukturluğu və ya tamlığıdır ki, hansı ki, bu xarakteristika qavrayışı keyfiyyət baxımından duyğudan fərqləndirmiş olur.
Yəni əvvəldə də qeyd etdiyimiz kimi duyğuda predmet və ya təzahürün ayıraraq xüsusiyyətləri əks olunursa, qavrayışda cisim və hadisələrin əlamət vasitə ayrı-ayrı deyil, bütövlükdə insan beynində belə deyək, əks olunmuş olur. Və bu cür tam obrazın yaranması üçün ayrı-ayrı elementlərin tam strukturda qruplaşmasını təmin edən müəyyən faktorlar var ki, hansı ki bu faktorlara biz bunlara aid edə bilərik. Yaxınlıq amili, yaxşı forma amili və bir də həmcinslik amilini qeyd edə bilərik. Qavrayışın digər bir xüsusiyyəti qavrayışın mənalılığıdır. Qavrayışı mənalandırmaq predmeti hər hansı bir müəyyən bir predmetlər sinifine aid etmək deməkdir. Digər xüsusiyyət seçiciliyidir ki, hansı ki biz bilirik ki, bizi küllü miqdarda qıcıqlandırıcılar əhatə edir və biz bu qıcıqlandırıcılardan bizə lazım olanları seçib digərlərini kənarlaşdırırıq. Hansı ki, qavrayışın seçiciliyi daxili və xarici amillərlə əlaqədar olur ki, xarici amillərə biz intensivlik, təkrarlanma, kontrast, hərəkət, yenilik, tanışlıq və s. bunları aid edə bilər ki, hansı ki, yenilik odur ki, yəni insan qavrayışı yeni təzahür və predmetlərə daha həssas olur. Tanışlıq isə əgər hər hansısa bir təzahür və yaxud da ki, hər hansısa bir hadisə bizə tanışdırsa, onu ümumi qıcıqlandırıcı kütləsinə ayırmaq və eyni zamanda qavramaq bizə daha asan ola bilər. Qavrayışın digər bir xüsusiyyəti apersepsiyadır. Nədir apersepsiya? Qavrayışın insan psixi həyatının məzmunundan, şəxsiyyətindən və onun keçmiş təcrübəsindən asılılığı adlanır apersepsiya. Termin ilk dəfə olaraq Leibniz tərəfindən irəli sürülmüşdür, elmə gətirilmişdir və apersepsiya insan qavrayışını bir növ daha da fəallaşdırmış olur. Qavrayışın növləri də vardır. Qavrayışı üç əsas meyara görə biz təsnif edə bilərik. Birinci, qavrayış prosesində hansı analizatorun üstün rol oynayıb oynamamasına görə. İkinci, qavranılan obyektin, başqa sözlə materialın mövcudluq formasına görə və bir də qarşıda hər hansı bir məqsədin olub-olmamasına görə biz qavrayışı təsnif edə bilərik. Birinci qeyd etdik ki, qavrayış prosesində hər hansı bir analizator üstün rol oynayıb oynamamasına görə, yəni bu görmə də ola bilər, eşitmə də ola bilər və s. analizatorları qeyd edə bilərik. İkinci dedik materiyanın mövcudluq formasına görə, hansı ki materiyanın mövcudluq formasına görə qavrayışın üç növü var. Məkan qavrayışı, hərəkət və bir də zaman qavrayışı. Əvvəlcə gəlin məkan qavrayışı haqqında qeyd edək. Nədir məkan qavrayışı? Cisimlərin məkan münasibətlərinin inikası olub, insanın ətraf mühitə bələdləşməsini bir növ şərtləndirmiş olur. Yəni, məkanın qavranmasında təbii ki, əsasən görmə analizatoru mühüm rola malikdir, görmə analizatoru iştirak edir və bəzən olur ki, müxtəlif səbəblərdən asılı olaraq cisimlər təhrif olunmuş, yəni səhv başa düşülmüş vəziyyətdə əks etdirilə bilər. Bu da təbii ki, iki amildən asılıdır. Birincisi, cisimlərin əhatə dairəsindən asılı olaraq təhrif oluna bilər. İkincisi isə analizatorun sağlamlıq vəziyyətindən, yəni hər hansı bir görmə, demə, eşitmə analizatorlarının sağlamlıq vəziyyətindən asılı olaraq cisimlər təhrif olunmuş vəziyyətdə əks etdirilə bilər. Təbii ki, cisimlərin bu cür təhrif olunmuş şəkildə qavranması illüziya adlanır. Bildiyimiz kimi illüziya təhrif olunmuş qavrayışa deyilir və illüziyalar müxtəlif analizatorların fəaliyyətində müşahidə olunur. Qavrayışın materiyanın mövcudluq formasına görə digər bir növü zaman qavrayışıdır. Zaman qavrayışı gerçəkliyin, hadisələrin obyektiv müddətinin, sürətinin və ardıcıllığının inkişafından ibarətdir. Hansı ki, zaman qavrayışı obyektiv gerçəkliyi əks etdirməklə insanın belə deyək də ətraf mühitə bələdləşməyə imkan yaratmış olur. Qavrayışın materiyanın mövcudluq formasına görə digər bir növü hərəkət qavrayışıdır. Hansı ki, cismin istiqamətinin, sürətinin inikasıdır, yəni inkas etdirmiş olur. Hərəkət qavrayışı cismin yer dəyişmə sürətindən, uzunluğundan, eyni zamanda müşahidəçinin özünün məkanında hərəkətindən asılıdır. Qavrayışın digər bir meyara görə təsnifatı bu qarşıda məqsədin olub-olmamasına görədir. Qarşıda məqsədin olub-olmamasına görə qavrayışın iki növünü biz qeyd edə bilərik. Qeyri-ixtiyari və bir də ixtiyari qavrayış. Hansı ki, qavrayışa qarşıya xüsusi bir məqsəd qoymadan hər hansı bir obyektin qavranmasına qeyri-ixtiyari qavrayış deyilir. Yəni, qeyri-ixtiyari qavrayış zamanı qarşıya heç bir xüsusi məqsəd qoymadan hər hansı bir obyekt öz-özünə qavranılmış olur. Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq bir obyekti başqalarından ayıraraq qavradıqda baş verən inikas prosesinə isə
ixtiyari qavrayış deyilir. Digər psixi idrak proseslərimizdən biri hafizədir. Hafizə nədir? Hafizə dedikdə keçmiş təcrübənin nəqşləndirilməsi, yadda saxlanması və yada salınması prosesi başa düşür ki, hansı ki, hafizənin növlərini biz ayrı-ayrı meyarlara görə təsnif edə bilərik. Genetik meyara görə, fəaliyyətin məqsədinin və hafizənin ixtiyari məqsədinə görə, bir də materialın möhkəmlənməsinə, yadda saxlanması müddətinə görə. Genetik meyara görə hafizənin biz dörd növünü qeyd edə bilərik. Sürət hafizəsi və ya obrazlı hafizə, bura ardıcıl sürətlər, əyani sürət, təsəvvür sürətləri aid edilir. Hərəkət hafizəsi, emosional hafizə, sözlü məntiqi hafizəni biz burada qeyd edə bilərik. Fəaliyyətin məqsədindən və hafizənin ixtiyari sürətdə tənzim edilmə səviyyəsindən asılı olaraq hafizənin ixtiyari və qeyri-ixtiyari növlərini qeyd edə bilərik. Digər bir meyar materialın möhkəmlənməsi və yadda saxlanması müddətinə görədir ki, burada 3 növünü qeyd edə bilərik. Qısa müddətli, uzun müddətli və bir də operativ hafizəni qeyd edə bilərik. Bundan əlavə hafizənin tipləri də var. Əyani obrazlı hafizə, sözlü mücərrəd hafizə və bir də aralıq hafizəni qeyd edə bilərik. Hafizə prosesləri də var. Hansı ki, hafizə prosesləri nədir? Dərk olunan cisim və ya hadisənin yadda saxlanması, hifz olunması və yadda salınması, tanınması prosesləridir ki, buradan da göründüyü kimi hafizə prosesləri 4 cürdür. Yadda saxlama, yadda salma, hifz etmə və bir də tanıma. Yadda saxlama gerçəkliyin cisim və hadisələrin təsirlə duyğu və qavrayış prosesində beynimizdə əmələ gələn təəssürat və sürətlərinin möhkəmləndirilməsi prosesidir. Yadda saxlamanın özündə 3 formasını biz qeyd edə bilərik. Əksinə alma və nəqşləndirmə, ixtiyari və qeyri-ixtiyari yadda saxlama. İxtiyari yadda saxlamanın xüsusi bir növü bu öyrənmədir. Bilirik ki, öyrənmə planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil olunmuş yadda saxlama növüdür deyə bilərik. Unutma nədir? Unutma da özü mürəkkəb bir prosesdir. Psixologiyada təbii unutmanın biz 3 növünü qeyd edə bilərik. İstifadə edilmədiyi üçün informasiyanın itkisi, interpretasiya nəticəsində informasiyanın itirilməsi, motivasiya ilə şərtlənmiş unutma. Unutma ilə reminissensiya proseslərini fərqləndirmək lazımdır. Yəni, onları eyniləşdirmək olmaz. Unutma zamanı keçmiş təcrübənin ümumiyyətlə yada salması qeyri-mümkündür. Əgər biz hər hansı bir məlumatı yadımıza sala bilmiriksə, bu demək ki, artıq unutma prosesidir. Reminissensiya zamanı isə keçmiş təcrübə qısa bir müddətdə sanki unudulur, amma sonra yenidən yada düşür. Yəni, hər hansı bir keçmiş təcrübə qısa bir müddətdə unudulur, sonra yenidən yada düşürsə, bu artıq unutma deyil də reminissensiya hadisəsi hesab olunur. Yadda salmanın da özünün 3 səviyyəsini biz qeyd edə bilərik. Tanıma, xüsusi yadda salma və bir də xatırlama. Yadda saxlamanın bir növü kimi süni yola assosiasiya yaradaraq yadda saxlamanı qeyd edə bilərik ki, bu cür yadda saxlamaya mnemonik yadda saxlama deyilir. Mövzumuz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.